Когда Бог говорит со мной о грехе, O günah haqqında mənimlə danışanda Он хочет показать мне его суть. Tanrı mənə günahın mahiyyətini göstərmək istəyir. Знаете, в Пятикнижье есть очень интересные слова, описывающие грехи. Və bilirsiniz, Tövratda bəndlər var ki, günahı təsvir edirlər. Там используются слова «мерзость». Və orada iyrənc sözü Некоторые вещи написано «это гнусность пред təsvirə Богом». əlavə olunur. Это Bəzən deyilir, гнусно. murdardır bu. Да, это гнусно, это мерзко, это противно. İyrəncdir bu, ürək bulandırıcıdır. И это очень такой широкий словарный запас там. Orada çox böyük söz ehtiyatı И я var. думал, на самом деле, Təsviratda. почему Бог, Он Və düşünürdüm, так, можно сказать, красноречиво описывает те вещи, которые Ему совсем не ki, нравятся. niyə görə Allah Teala bax bu cür geniş söz ehtiyatından istifadə edir ki, onun Bog xoşuna хочет gəlmədiyi говорить- bir məsələni təsvir etsin. Бог хочет со мной говорить об этом тоже. Çünki Tanrı mənimlə bu barədə də danışmaq Не для istəyir. того, чтобы осудить меня. Məni mühakimə etmək üçün Нет, deyil. нет. Я искуплен. Mən satın Я alınmışam, прощен. bağışlanmışam. Дело не в последствиях моих действий. Söhbət mənim hərəkətlərimin Дело nəticəsində не в deyil. осуждении. Söhbət Дело в mühakimədə моем deyil. сердце. Amma ürəyindədir Бог söhbət. хочет этого. Tanrı bunu В istəyir. моем сердце. Он хочет ürəyimdə менять мое сердце в отношении Olsun греха. ki, ürəyimdə günaha Он qarşı хочет münasibətim эти dəyişilsin. две вещи. Он Bu хочет iki вложить şey эти istəyir. две вещи. Bu iki şey mənə daxil etmək istəyir. Ненависть к греху Günaha dair и любовь к nifrət праведности. və salihliyə dair Ненависть к греху и sevgi. любовь к праведности. Sevgi Это salihliyə характер doğru. Христа. Nifrət günaha dair. Bu И Məsih мы xarakteridir. верим в такого Бога. Və biz bu cür Tanrıya inanırıq.